Hamıya salam. Bu çəkilişdə Azərbaycan avtomobil bazarının vəziyyətini müzakirə eləmək istəyirik. Avtomobillər Azərbaycana hansı segmentlərdə gəlir, nələrə tələbat var, seçim hansı meyarlarla formalaşır? Bu mövzunu Əli Əhədovla müzakirə edəcəyik. Xoş gördük. Salam əleykum. Azərbaycanın avtomobil bazarında fərqli markalarda bir çox rəsmi ixracçıların nümayəndəsi, hal-hazırda da iMotorsun rəhbəri Əli Əhədov. Azərbaycanın avtomobil bazarı nə gündədir? Düzün deyim. Ancaq düzün deyəcəyik. Bərbad gündə. Niyə? Çünki bax, istər avtomobil biznesində olan, olmayan, hər hansısa bir yerdən investor tapan, hardansa bir vəsait cəlbələyən adamlar hamısı avtomobil bazarındadır bugünkü gün. Buna görə də vəziyyət yaxşı deyil. 2025-ci ildə ölkəyə səhv etmirəmsə 123 min plus-minus avtomobil gətirildi. Həmin maşınların mənə elə gəlir ki, bir 35 min ətrafında 2026-nın payına düşən avtomobilləri 2025-ci ildə idxal edildilər. Çünki hibrid avtomobillərə, elektromobillərə olan o güdəşlər ləğv olurdu. Bu bazarda nəyə təsir elədi? Belə bir situasiya yarandı da Elgün. Deməli, bazarda bu qiymətlərin qalxması gözlənilirdi. Yəni hətta bu son 3 ay qalmış artıq cəmaət bilirdi. Yaxın 6 ayda, 1 ildə və yaxud 3 ayda avtomobil almağı planlaşdıran adamlar belə borcla, xərclə, kreditlə və s. avtomobili aldılar. Yəni bu o deməkdir ki, 2025-ci ildə normadan artıq avtomobil satışı oldu. Amma nə qədər oldu? 123 min oldu? Yox, olmadı. Və həddən artıq çox maşın stokda qaldı. Yəni bunu idxal elədilər ki, bəzi avtomobil sferasına girən iş adamları ki, növbəti ildə qiymətlər qalxanda köhnə qiymətlə maşın satacaqlar və bundan müəyyən gəlir əldə edəcəklər. Amma nə oldu? Sənin sualıma cavab verim ki, bu olmadı. Çünki bayaq dediyim kimi artıq bir çox alıcılar avtomobili almışdılar. Bu o deməkdir ki, ilin ilk 6 ayı durğunluq olacaq və həmin durğunluq hələ də davam edir. Davam etdiyinə görə həmin o yoldaşların stoklarında həddən artıq çox avtomobillər qaldı. Və bu da pulun bir dəyəri var da. Artıq onlar görürlər ki, o pulun dəyərini geri qaytara bilmirlər və təsəvvür elə ki, bəzi avtomobillər keçən ildəkindən daha ucuz qiymətə satılır. Yəni nəzərə alaq ki, bu il vergi və s. üzərinə gəlib. Amma ki, reallıqda bazarda keçən il olduğu qiymətdən daha ucuz qiymətli avtomobillər var, eyni modellər. Yaxşı, bizneslər zərər gördü. Amma avtomobil alıcıları axı burada qazandı. Burada qazandı, bəli, razıyam. Yəni müştəri tərəfdən baxanda hər şey. İndi sən müştəri tərəfdən baxsan, mən biznes tərəfdən baxıram. Ona görə biznes tərəfdən biznes üçün çox acınacaqlı bir vəziyyətdir. Amma müştərilər üçün bəli, qiymətlər aşağı düşdü. Avtomobil alanda sürücünün meyarları necə formalaşmalıdır? Bu sualın biz cavabını tapsaq, yəni bu ruslar deyir, vapros na milyon. Yəni əgər bütün alıcılar avtomobil alışında nəyi axtarırlar, bunun cavabını tapsaq, yəni o çox yaxşı bir nəticə əldə etmiş olarıq. Fikirlər fərqlidir və bizim bazar ümumiyyətlə hər hansısa bir avtomobilin meyarından asılı deyil. Bizdə bir neçə qlobalda olmayan meyarlar var. Avtomobilin segmentinə görə, klasına görə, bax o meyarlar dəyişir. Məsəl üçün biz götürək ki, 30-40 min arası belə təxmini belə bu qiymətdə olan avtomobillərdə alıcı üçün birinci vacib olan şey maliyyələşmə şərtidir. Yəni biz özümüz məsəl üçün görürük ki, iş prosesində daxil olan müraciətlərdə ən birinci soruşulan ilk ödənişi var, yoxsa yoxdur? Bunun ilk ödənişi nə qədərdir? Aylığı nə qədərdir? Deməli, hətta belə bir vəziyyət olur ki, maliyyələşmə şərtinə görə avtomobil seçilir. Yəni biz əvvəllər necə görmüşük? Görmüşük ki, bir məhsulu baxıram, bəyənirəm, bir avtomobil mənim tələblərimə uyğundur. Ondan sonra onun maliyyələşmə şərtlərinə baxıram ki, görüm onun ilk ödənişi var, yoxdur, bunu kreditlə verirlər, lizinqlə verirlər. Amma bugünkü gün dediyim kateqoriyada birinci ön plana qalxır maliyyələşmə şərtləri. Maliyyələşmə şərti uyğundursa, artıq o avtomobil ikinci plana keçir. O maraqlı deyil ki, orada hansı avtomobildir. 50 min plus avtomobillərdə, segmentdə daha çox məhsul ön plana keçir. Yəni adamlar məhsulu seçir. Baxır gör ki, bu məhsul mənə daha uyğundur. Yəni həmin kateqoriyaya avtomobili axtaranlar internetdə axtarırlar, maşınla maraqlanırlar, maşının qlobalda olan bir vəziyyətinə baxırlar ki, görün bu maşın nədir, texniki göstəricilər və s. Ondan sonra maşını bəyənirlər, gəlirlər avtosalonda test drive edirlər, vizual baxırlar və qərar verirlər ki, bəli, mən bu maşını istəyirəm. Ondan sonra keçir o bayaq dediyim məsələ maliyyələşmə. Amma ona kimi olanlarda, yəni 30-40, daha çox 30-40-da 50 minə qədər də demək olar. Tərsinədir. Yəni ilk ödəniş məsəl üçün bir brend 5000 verirsə, plus-minus maşınlar eynidir. İkinci bir brend 4500 təklif edirsə, təbii ki, onun maşını daha çox satılacaq. Azərbaycan sürücüsü maşın alanda onu
başqası üçün alırdı, özü üçün yox. Çünki mən bu maşını sata biləcəm 3 ildən sonra. Birinci meyar o idi. Qırmızı rəng yox, satılmıyor. Xoşu gəlir. Sarı rəng yox, bunu alan olmayacaq. Yəni rəngdən qaçır, kuzov formasından qaçır. Universalı kim alacaq və yaxud da bunu bəlkə taksi sürənlər alar, yük daşımaq istəyənlər alar. Yəni sən faktiki maşını alanda özün üçün yox, kimə satacaqsansa onun üçün maşın alırdın. İndi bu vəziyyət davam edir. Tamamilə doğrudur. O faktor bizdə var. Hal-hazırda da var, o davam edir. Amma Çin avtomobillərinin bazara girməsini nəzərə alaraq həmən o dediyin faktor biraz dəyişib. Çünki burada qiymət faktoru daha çox önə çəkilir. Əvvəl necə idi? Hamı deyirdi ki, mən gedib Asiya avtomobili almaqdansa, hətta mən Asiya deyirəm niyə? Çünki mən lap gedirəm 2008-ə və s. Onda Koreya avtomobilləri indiki bu Çin avtomobillərinin vəziyyətində idi. İnsanlar o ikinci əl bayaq dediyin satış və s. ondan biraz qaçırdılar. Amma bu belə oldu ki, Koreya avtomobilləri bazarı tutdu. Hal-hazırda Çin maşınlarında odur. Bu məsələ var idi, bəli. Deyirdilər ki, mən yeni maşın almaqdansa Çin maşını, gedərəm, işlənmiş, alaram Yapon avtomobili, yaxud Avropa avtomobili. Bir neçə vaxtdan sonra da onu satanda qiymətdə itirmərəm. Amma bu Çin maşınlarının əl çatan olması bunu biraz dəyişdi. Biraz yox, çox dəyişdi. Çünki bax, o dediyim məsələ var bizdə avtomobil alıcısında. Eyni zamanda da bizim avtomobil alıcısında hamımızda yeni avtomobil sevdası var. Yəni o salafan maşın deyir, ya alım salafanını özüm açım. Bu çoxları üçün əlçatmaz bir şey idi. Az öncə dediyim məsələ var idi ki, onun faizi biraz aşağı düşdü ki, mən alım maşını satanda neçəyə sataram, qırmızı alım, sarı alım və s. O biraz aşağı düşdü. Çünki yeni maşın faktoru və əlçatan qiymət onu üstələdi bugünkü günü. Hibrid avtomobillərə güzəştlər ləğv olandan sonra təzədəndən dizel benzin motorlara tələbat yavaş-yavaş artır. Yenə də Amerikadan maşın gətirirlər, yenə də Yaponiyadan, Koreyadan maşınlar gətirirlər. İşlənmiş, qəza görən və s. və axır və hibrid olmayan, çünki zaten ölkəyə girişdə artıq o güzəştləri ala bilməyəcək. Yəni bazar əvvəlki tendensiyaya qayıdır. Bu el gün gözlənilən idi. Yəni güzəştlər yığışdırdılar ki, güzəştləri ənənəvi yanacaqla işləyən maşınların keçən illərlə, keçən 1-2 illə müqayisədə payı artmalı idi. Yəni bu artdı və arta-arta da gedir. Amma bayaq sənin dediyin məsələ ki, Amerikadan gələn maşınların, Koreyadan gələn maşınların payı artdımı? O qədər də yox, daha çox nə baş verdi? Çində ənənəvi yanacaqla, yəni daxili yanma mühərriyi ilə istehsal olunan maşınların idxalı artır. Bugünkü gün tendensiya ona gedir. Yəni səbəb nədir? Səbəb artıq çünki Çin maşınını biz qəbul eləmişik. Yəni o stereotip var idi ki, Çin maşınları ilə bağlı, onu artıq insanlar qəbul ediblər. Yəni tam da olmasa böyük hissəsi qəbul edib. Alır elə hibrid alsın da, niyə ənənəvi motor, dizel benzin alır? Qiymət. Bax burada nə baş verdi də? Bizdə necə oldu? Hibridlə benzinin qiyməti demək olar ki, eyni oldu. Əvvəllər hibridin qiyməti də həmişə baha olub. Ona görə cəmaət ona qaçmırdı ki, mən ucuz maşın alım da, neynirəm? Artıq 6000-7000 pul verim hibrid alım. Amma bunlar bərabərləşəndən sonra təbii ki, artıq benzinlə işləyən maşınların payı düşdü aşağı ki, elə gəlib hibrid alaram da, qənaət, eyni qiymətli qənaət eləyirəm. Amma indi necə oldu? Yenidən hibrid qalxdı yuxarı və benzinlə işləyən maşınlar populyarlıq artmağa başlayır. Çini ki qəbul eləmişik, artıq Çinin o ucuz maşınları ki var, onlar idxal olmağa başlayır. Yəni biz bir dənə bu il idxal olunan tendensiyalara baxsaq, yeni maşınlara, hətta bu rəsmi dilerlər də bunu edirlər. Çünki artıq Çin maşınını biz qəbul eləmişik. Artıq 3 ildir maşından sürülür, bir böyük bir problem yoxdur. Ona görə də indi keçirik onların benzin maşınlarına. Böyük problem doğrudan da yoxdur. Yoxsa var. Azərbaycan sürücüsü özünə maşın alanda meyarları necə seçməlidir? 20-30 min arasında bir maşın alacaq. Ehtiyat hissəsi axtaracaq, tapa bilməyəcək, aylarla gözləyəcək, servis tapa bilməyəcək. Yeni maşınların hamısı proqram, diaqnostika tələb eləyir. Onları Çinə qoşulmaq lazımdır. Zəmanət yoxdur. Bu problemlər. Bax, bu dediklərin ki var. Əgər bizim Azərbaycan avtomobil alıcısı bunları fikirləşsəydi, bizdə bugünkü gün bu qədər maşın satılmazdı, Çin maşını və Çin maşınlarının da satışının böyük əksəriyyətini boz dilerlərdən yaxud Çindən birbaşa idxal olunanlar təşkil edir. Dediklərin olsaydı, o düşünülsəydi, indi yəni vəziyyət tamam burada başqa cür idi. Yəni, onu düşünməyən sürücü hansı problemlər yaşayır? Elə dediklərin problemləri yaşayır. Biz indi bu işin içindəyik. Mən məsəl üçün gördüyümü deyirəm. Ehtiyat hissəsi problemi var. Və çox ciddi ehtiyat hissəsi problemi var. Ciddi. Baxmayaraq ki, var bir çox şirkətlər avtomobillərin, Çin avtomobilləri üçün ehtiyat hissələri idxal edirlər, amma bugünkü gün biz
görürük, biz bir servis olaraq görürük ki, real vəziyyəti problem var. Diaqnostikanın da problem var. Əksər maşınlar rəsmi dillərdən alınmayıb, zəmanət problemləri var. Kimsə deyəcək ki, heç bir problem yoxdur. Zəmanət məsələsi onsuz da baha almaqdansa mən onu zəmanətsiz də olsa ucuz ehtiyac hissələrini tapacam, gətirəcəm. Diaqnostikada bunu indi Bakıda rəsmilərdən kənar, belə də müxtəlif o kompüterlə proqram təminatını alan və yaxud da Çinə qoşulanlar eləyirlər. Özü də xeyli ucuz qiymətə eləyirlər. Amma mən bilirəm ki, o birinci Rusiyada, Qazaxıstanda hansı ki o sındırılmış proqram versiyaları çıxır, sonra gəlir Azərbaycana. Onların əsas riski nədir? Yoxsa heç bir riski yoxdur, elə hər şey gözəldir, belə də olmalıdır. Orada bir neçə risk faktoru ola bilər. Birincisi həmən o sındırılmış softlar ki var avtomobillərdə, onlar ideal işləmirlər əksər hallarda. Çünki mən bir neçəsini görmüşəm. Çünki sındırılmanın da qiyməti var da. Yəni məsələn 5 manatlıq var proqramın təkmilləşməsi, 10 manatlıq var, 20 manatlıq var. Burada əgər büdcə maşınlarından danışırıqsa, burada ən böyük faktor onun mayasının aşağı salınmasıdır, satan üçün də, alan üçün də. Ona görə də onlar da həmən o sındırılmış versiyanında ən ucuzunu tapırlar və bu problem yaradır. Mən məsələn görmüşəm ki, maşınlarda zavod istehsalı olan softunda necə işləyir, ondan sonra o ki dəyişilir, sındırılır, proqramlar yazılır, ondan sonra işləməsi necə olur, gecikmələr olur, donmalar olur və s. İndi nəzərə alsaq ki, avtomobilin bir çox funksiyaları elə monitordan idarə olunur. Avtomobili idarə eləyə-eləyə orada bir donma baş verərsə, gecikmə baş verərsə, bu bir təhlükədir. Bu birincisidir. Ondan başqa da softlarda problem olur. Yəni bugünkü gün məsəl üçün mən qəza keçirmiş avtomobillərdə gördüyümü deyirəm. Qəza keçirmiş avtomobillər düşür o qəza rejiminə və s. onu çıxarmaq lazım olur. Amma bu ilə bağlı da problemlər olur. Yenə qoşuluruq hər hansısa bir bayaq dediyin Qazaxıstanda və yaxud harda olan bir dilermi deyək, ya bir o işlə məşğul olan bir şəxslərin kompüterinə onlar bir dostluq verirlər. Ondan sonra çıxır və o yaxşı çıxırmı, çıxmırmı, problem olur, olmurmu? Belə şeylər var. Sürücü hardan biləcək ki, avtomobili bir servisə təqdim eləyirəm, o proqram təminatı doğrudan da problem yaratmayacaq. Sürücü onu necə qiymətləndirə bilər? Əgər 100%lıq danışırıqsa, sürücü rəsmi dillərə müraciət eləmirsə, onu dəqiq heç vaxt bilə bilməz. O riskdir. Onu necə biləcək? Sürücü gətirib mənə verəcək, mən deyəcəm, mən bunu düzəldirəm. Və hər hansısa bir yolla düzəldib verəcəm onu. Sürücü görəcək, işləyir. Ya da ixtisaslaşmış böyük bir multibrend servis. Bəli, hansı ki ixtisaslaşıb bu işlə məşğuldurlar. Yəni onlarda təbii ki adam biraz özünə inamla, əminliklə avtomobili qoya bilər. Amma belə istənilən bir avtoservisdə avtomobil qəza keçirdibsə, xüsusən də indiki müasir avtomobillər, bu elektrik enerjisindən və s. işləyənlər riski böyükdür. Çin maşını pisdir, yaxşıdır? Mənim üçün ümumiyyətlə pis maşın anlayışı biraz düzgün deyil. Yəni mənim üçün pis maşın yoxdur. Sürücüdən çox şey asılıdır və düzgün seçilməmiş maşın var. Burada razılaşmıram. Düzgün seçilməmiş maşın var, amma mənə görə pis maşın var. Təbii deyəcəksiniz ki, maşının qiyməti, segmenti, çox şərtləri var, hardan gəlir, vurulub, ikinci əldir deyil. Amma mənə görə pis maşın var. Pis maşın odur ki, mühəndis onu düzgün layihələndirməyib. Tamam. Məsələn, mən ixtisasca mühəndisəm də, mən maşınlarda, texniki hər şeyə baxıram. Bunun dizaynı, aerodinamikası, məsələn, ergonomikası. Sürücü oturur, mən dəfələrlə Yapon maşınında, Koreya maşınında, Çin maşınında, Almanlar bunda həssasdır. Bəzən Alman maşınında oturursan, sol ayağı qoymağa yer tapa bilmirsən. Ayağın ya tərs qalır, ya düz qalır. Sağ ayağın pedallara ilişir. Pedallar bəzən bir-birinə yaxındır. Hündürlükləri düzgün tənzimlənməyib. Və yaxud da oturursan sükanın arxasında, bu əvvəllər Çin maşınlarında olurdu. İndi onu düzəldiblər. Simmetriya yoxdur. Sükanını sanki belə tutmusan. Tamam. Və yaxud da maşının usta tərəfindən, texniki tərəfindən hansısa sadə bir filtri dəyişmək üçün maşın sökülməlidir. Düzgün yerə qoymayıblar, açar ora girmir. Bu pis maşındır mənə görə. Mən sənə belə bir şey desəm ki, 222 Kuza S-Class tanıyırıq da hamımız onu. Mən sənə desəm ki, o maşının rulunun simmetriyası bax belədir. İnanarsan mənə, o pis maşındır. Yəni mən bunu sübut eləmişəm. Mən də hətta Facebookda bir şəkildə paylaşmışdım. Bir simmetriya xətti də çəkmişdim. 222-nin sükanı bax belədir. Yəni pis maşındır o. Və pis Alman maşındır. İndi pis maşın kimi biz onu deyə bilmərik və Almanların S-Class da yəni ən üst səviyyədə olan maşınlarından biridir. Bəlkə o maşın, məhz o maşın
qəza keçirib onu düzgün oturacağı cəngələr. Yox, tam sıfır maşının içərisində mən özüm onun yəni şahidi olmuşam. Təbii ki, mən bunu deməsəm, bunu sən bilməyəcəkdin və mən əminəm ki, yəni çox az adam ondan məlumatlı olardı, onu bilməzdi. Niyə mən bunu bilirəm? Mən o maşını şəxsən Almaniyada özüm test edirdim və digər bir avtomobillərlə müqayisə edirdik. Və orada müqayisə zamanı bir nəfər dedi ki, oturanda bir dənə rulda fikir ver, bax gör nə görürsən. Və bu mənim başımda qaldı. Ona görə başladım onu axtarmağa ki, bu necə rulda nə ola bilər S-klassda. Sonra hiss etdim ki, həqiqətən, yəni mən elə bir ki, biraz maşını sürəndə istəyirəm özümü biraz belə eləyim. Amma sonradan baxdım ki, şəkili çəkəndə gördüm ki, hə, yəni belə düz bir şəkil çəkdik, hansı ki, professional çəkilmiş bir şəkillə, oturacağım bu orta xətti olur da, orta xətti gərək gəlib sükandan eyni səviyyəyə çıxsın. Amma təəssüf ki, çıxmırdı. Mən nədənsə inanmaq istəmirəm ki, Mercedes mühəndisləri yəni belə bir səhv buraxıblar da. Mənə görə Mercedes bunu eləyibsə də bilərəkdən eləyib. Nəzərlərində nə üçün? Dünyada ilk avtomobil biz Mercedes-Benz bilirik 1885-ci il Motorwagen, o hansı ki patentini almışdı. Ondan da əvvəl başqa təkərli vasitələr var idi, xarici yanma mühərriklərindən, daxili yanma mühərriklərindən. Amma ilk avtomobil olaraq tarix bunu 1885-ci il Mercedes. Yəni onların protokolları, onların sənədləri yeni markaların zavodları qədərdir. Mən də ona görə deyirəm ki, bütün bunları nəzərə alaraq biz indi deyək ki, o S-klass pis maşındır, nə var, rulu bu tərəfdədir. Yəni deyil, mən ona görə deyirəm ki, o dediyin meyarlar ki var, bəli, mən razıyam. Təbii ki, biz müqayisə eləsək, hər hansısa bir maşın digərindən müəyyən şeylərdə geri qala bilər. Yəni müəyyən şeylərdə üstündə ola bilər. Amma burada biz gəlirik, çıxırıq, bugünkü günü biz müqayisə ediriksə, biz yəni mən bir 5 il bundan qabaq səninlə söhbətdə bu eləsəydim, biraz başqa cür düşünərdim. Çünki zaman dəyişir. Yəni hər şey inkişaf edir. Biz də məcburuq zamanla uyğunlaşaq. Ona görə mən indi başqa cür cavab verirəm. Yəni qiymət faktoru bugünkü gün maşının müqayisəsində çox önə keçib. Yəni bax təsəvvür elə ki, bu keçən 2-3 il ərzində bizim avtomobil alıcıları 22 minə, 23 minə bir maşın alırdılar. Manatdan gedir söhbət. O maşında lük var idi, o maşında 540 kamera vardı, radarlar, müəyyən klimat kontrol və s. Hətta bəzilərində o adaptiv cruise kontrollar, sürücü kömək sistemləri və s. maşının 22 min qiyməti var. Və biz baxaq ki, 22 min qiymətə biz nə alırdıq? Yəni biz heç Niva ala bilmirdik 22 min manata. Ona görə Çinə böyük bir təşəkkür düşür. Əlbəttə ki, Avropa maşınları, Amerikan maşınları bu boyda displey qoyanda qiyməti 5000 qaldırırdılar. Oturacaqda məsələn hansısa funksiya qoyanda, işıqlar LED olanda qiymətlər qalxa-qalxa gedirdi. Lükün ayrıca qiyməti var idi, dəri salonun ayrıca qiyməti var idi. Çin dedi ki, onların hamısını verirəm. Oturacaqların masaj funksiyasına qədər, isidilməsi, havalandırılması, havanın ionizasiyası. Yəni maşında radar, lidar, kamera ümumiyyətlə problem deyil. Hətta ön-arxa kameraları adaptasiya edirlər. 540 dərəcə avtomobilin altını da şəffaf. Avtomobilin altını şəffaf göstərən sistemləri bəhbəhlə ingilislər, yaponlar, almanlar çox baha qiymətə satırdılar ki, bizdə belə bir sistem var. Çin gəldi, dedi ki, bütün bunları çox ucuz qiymətə verirəm. Bunun yaxşı tərəfi bəli, bizim üçün əlçatan elədir. Hamıya həmən o əlçatmaz opsiyalar ki var idi və bahalı maşınlarda olan opsiyalar vardı da, məsəl üçün masaj. Yəni, bizim üçün o bahalı maşınlarda olan bir funksiya idi. O əlçatan oldu. O indi mod olub Zero Gravity, məsəl üçün o oturacağın açılması və s. Bu bahalı maşınlarda idi, premium klasslarda ki, arxada oturan ayaqlarını uzatsın və s. Masajla orada cürbəcür relaks masaj, sport yəni o masajın istidaş masajı. İstidaş masajı. Buna rağmen Avropalılar deyir ki, Çinə ki, yaxşı da bunları hamısını açdın, verdin. 3 ildən sonra nə verəcəksən? Yəni bu sualdır. Nə olacaq? Bu dəqiqə sual verim ki, maşınlar bugünkü günü elə bir vəziyyətə gəlib çatıb ki, biz o 90-cı illərdə bir Razruşitli kinosu var idi, Sylvester Stallone'nin. Orada gələcəyin maşınlarına bir dənə fikir ver. Yəni o maşın demək olar ki, indi var. Hətta dizaynından tutmuş, o nazik faralar var idi da onda. İçindəki o bəzi opsiyalar kimi, o səsdən idarə olunma və s. Bugünkü günü hər şeyi var. Yaxşı, 3 ildən sonra nə olacaq maşında? Avropa vacibdir nəsə olsun. Maraqsız olacaq. Avropada necə idi? Əslində bu dediyimiz opsiyalar onların hamısında əvvəldən var idi. Sadəcə onlar nə idi? Bir yeni maşın buraxırdılar. Onda hər hansısa bir yeni opsiya əlavə edirdilər və onu oyuna satırdılar ki, bazara yenilik gəlib.
Onun üzərinə başqa facelift olurdu. Faceliftdə hər hansısa bir köməkçi sistem qoyurdular. Bir də var ki, bunlar hamısı var. Artıq sən yeni modeldə nə istehsal edəsən, ancaq qalırsan dizaynın üstündə. Dizayna görə də yeni platformada hazırlayıb onun mayasını çıxardıb satmaq olarmı? Olmazmı? Böyük sualdır. Yəni 3 il, 5 ildən sonra bu böyük sual doğurur. Bu bizi, yəni sürücünü qane edir. Burada problem. Yəni sürücü üçün çox yaxşı. Avtomobil mühəndisi, marketoloqu, şirkətin rəhbəri nə fikirləşir, onun öz işidir. Sürücü üçün yaxşıdır, yaxşıdır. İndi 5 ildən sonra o nəsə verə bilməyəcəksə, hər halda kimsə verə bilən, yeni texnologiya hazırlayan, yeni avtomobil təqdim edən tapılacaq. Bu da avtomobil bazarıdır da. Kim yaxşı məhsul verirsə, ondan da alacaqlar. Texnologiya nə qədər inkişaf eləsə də, amma bu 2 il, 3 il ərzində bəli, inkişaf gedəcək təbii ki, nəsə olacaq, amma o qlobal bir böyük dəyişiklik gözlənilməsi biraz çətindir. Çünki bax, düşünək də nə ola bilər? Burada bir dənə nə qalıb ki, avtomobil özünü idarə eləsin, tam sərbəst. Var bəli, müasir maşınlar bəli, yolda özü gedə bilər. Hətta bu sualı mən 2018-ci ildə Avropada bir görüşdə vermişdim və onlar mənə demişdi, bir mühəndis ki, bugünkü gün avtomobillər özünü idarə etməsi mümkündür, fiziki olaraq mümkündür. Sadəcə bunun hüquqi tərəfləri o qədər çoxdur ki, bunu tam olaraq ki, maşına otur, çıx, get, bunu edə bilmirlər. Yəni burada hüquqi bariyerlər var. Yəni onun üzərindən artıq gör neçə il keçib, indi ondan da daha üst texnologiyalar var və bəli, avtomobillər özünü idarə edirlər. Amma bunu sən təsəvvür edirsən, bizim yəni reallıqda Azərbaycan küçələrində maşına oturasan özünü idarə eləsin. Azərbaycanda hələ o mümkün deyil. Tamam, yəni mümkün deyil. Amma bizə 3 ildən sonra o maşının özünü idarə edən funksiyasını satacaqlar. Biz ona pul verib o funksiyalı maşını alacağıq, amma hansını ki istifadə edə bilməyəcəyik. Təzə maşını almayaq. Sadəcə o komplektasiyanı yox, aşağı komplektasiyanı gətirir. Aşağı komplektasiya da olur eyni artıq ondan köhnə maşınlarda. Yəni yeni bir şey olmur da, yeni maraqlı bir şey olmur. Bilirsən, belə bir vəziyyətdir ki, biz avtomobilə nəqliyyat vasitəsi kimi baxmayaq da. Yəni bir emosiya almalıyıq. Məsəl üçün mən günümün 2 saatı, 2 saat yarım maşında keçir. Mən o maşında keçirdiyim vaxtdan müəyyən bir emosiya almaq istəyirəm. Azərbaycan sürücüsü emosiya axtarır, yoxsa sərfəli, qənaətli, problemsiz, möhkəm, dözümlü, etibarlı maşın nə axtarır? O sürücüləri bayaq dedim, emosiya axı bölünür. Yəqin ki 1%-dir, 2%-dir da. Yox, kateqoriyaya bölürük axı. Hamı deyə bilmərik ki, emosiya axtarmırlar. Böyük əksəriyyəti qiymət və o bayaq dediyim müəyyən şərtləri axtarırlar, emosiya axtarmırlar. Amma gəl razılaşaq ki, onlar da emosiya alırlar. Yəni, bir neçə il əvvəl Sovet istehsalı olan avtomobil sürənlər və yaxud da ki, Almaniyanın 30 ilin maşınını sürənlər bugünkü günü yeni avtomobilə keçdilər. Onların hepsi emosiyası yoxdur. Yəni, bu boyda monitor sürür, videoyu qoyur, baxır orada. Adam heç vaxt ağlına gəlməyən opsiyalar maşında var. O, oradan emosiya hiss eləyir, emosiya alır, yəni kifayət qədər. Bizim üçün, mənim üçün yoxdur deyək ki, o adi bir şeydir, yəni mən bunun içərisində olmuşam. Amma onu heç vaxt əldə etməyən adam üçün böyük də emosiyadır. Mən yəni oyundan səninlə razılaşmayayım. O biz segment bölgüsü elədik, 30-40 min, 20, 30, 40, 50 minə qədər olan maşınlarda onun emosiyası odur ki, yanacaq sərfiyyatını 4 litr görür. O ən yaxşı emosiyanı onda alır. Görür ki, cibimə xeyirdir. Heç yanacaq orada işlətmir, çünki plug-indir, evdən qoşub 100 km məsafəyə 2 manat enerji sərfiyyatı işlədir. Hələ mən yüksək rəqəmlə götürüm, belə də kilovat saatı 15 qəpikdən götürsək, 100 kilometrə bir 2-3 manatla bu tıxacı da nəzərə alsaq, bir 3 manatla 100 kilometr məsafəni qət eləyəcək. Onun emosiyası məncə odur. Mən sənə bir dənə kontur sual vermək istəyirəm. Bax, sənin üçün bir maşın almaq istəyirsən. Yəni sən deyirsən ki, avtomobil sürücüləri, avtomobil alıcıları var, bir də satıcıları var. Məni burada sən avtomobil satıcı qismində görürsən. İndi mən də səni alıcı kimi sual verirəm ki, yaxşı, səni maraqlandıran nədir? Bir avtomobil alırsan, hansı meyarları var ki, sənin üçün onlara fikir verməlisən? Şəxsən özün üçün. Özün gəlmirsən, maşın almaq istəyirsən. Məni maraqlandıran hal-hazırda 2006-cı il Jetta'nın texniki vəziyyətidir. Ya onu bildik də. Çünki mən hələ Jetta'nın 2 FSI motor, 150 at gücü, mühəndis onun motoru hazırlayanda deyir ki, buna 98 oktanlı benzin vur. Mən o yazığa 92 oktanlı benzin vururam.
92 ilə də bu getmir. Gedir, yəni hələ sağ olsun ki, gedir. Əslində getməməlidir. Və dözümlü motordur. Razıyam, Volkswagen motorları mənim həmişə xoşuma gəlir. Düzdür, bəzilərinin çıxmaq şərti ilə. Ehtiyat hissələri var, məni qane eləyir. Mən hələ o birisi avtomobillərə keçə bilmirəm. Keçsəm nəyə keçəcəm? Mütləq şəkildə hibridə. Ola bilər, mənim imkanım olsaydı bir neçə maşın alım. Qarajında yəqin ki, elektromobil də olardı və yaxud heç olmazdı. Çünki plug-in hibrid həm də elektromobildir. Böyük batareyalarını alırsan, ən azından bir 100-150 kilometr məsafəni onunla qət edə bilirsən. Deyək ki, sən almaq istəyirsən maşın, müəyyən bir büdcə var və o büdcəyə seçmirsən, yaxud seçirsən. Bir neçə seçimin də var. Onda mənə büdcəni. Və say mənim üçün deyin. Mənə büdcəni də. Büdcəni səndir. Özün üçün büdcə qoy ki. Mənim hələ ki büdcəm Jettadadır. Yaxşı, deyək ki, bayaq dediyimizlə bir 40 minlik maşın almaq istəyirsən. 40 minlik yaxud 50 minlik fərqi yoxdur bu arada. Nədir sənin üçün? Sayaq da, yəni bir sayaq ki, bu meyarlara görə mən maşının seçimində qərar verə bilərəm. Hibrid olmalıdır. Mühərrik texnologiyalarına baxacağam. Həm elektrik mühərriki, torqu, onun elektrik mühərrikləri harada yerləşib, rekuperasiyası necədir, sürətlər qutusu nədir? Təbii ki, bunlarda əsasən dəyişdilər olur, onların da neçə pilləsi var. Avtomobilin dözümü, möhkəmliyi. Bunu özündən hardasa belə test edə bilərsən. Avtomobilin kapotuna baxıb, lanjerona baxıb, ona baxıb, buna baxıb bir fikir ala bilərsən, reviewlardan məlumatlar əldə edə bilərsən. Burada mənə görə istehsalçı şirkətlər çox böyük rol oynayır. Misal, pis maşın nədir, yaxşı maşın nədir? Pis maşın mühəndisliyi tərəfdən və yaxud da keyfiyyət dözümlülüyü tərəfdən götürə bilərik. Azərbaycanda indi çox idxal olunan BYD markası. BYD marka olaraq pis markadır, yoxsa yaxşı markadır? Bu səhv sualdır. Çünki BYD modelləri arasında Çin avtomobil sənayesinin bəlkə ən pis maşınını da BYD hazırlayır. Ən yaxşı maşınlarından, ən pis deməyə, ən pis maşınlarından birini də BYD hazırlayır. Bəlkə ən yaxşı maşınlarından birini də BYD hazırlayır. Puluna minnət. Seçimlər var. Hansını istəyirsən götür. Ona görə mən marka olaraq filan marka pisdir yox. Məhz filan markanın bu modeli pisdir. Bu modeli isə yaxşıdır. Buna belə baxıram. Tamam, model pis model, yaxşı model anlayışı, yəni onunla sənə razıyam. Çünki sən öncə də deyəndə pis maşındır. Mən onu elə düşündüm ki, sən bir marka olaraq deyirsən ki, marka olaraq ona görə biz müqayisə etmək biraz düzgün deyil. Amma model olaraq iki modelin bir-birinə müqayisəsində bəli, təbii ki, onun pis tərəfi də var, yaxşı tərəfi də var. Amma sənin bu sadaladığın deməli bir avtomobil almaq üçün sənin bir meyarlarındır. Yaxşı, təbii ki, orada meyarlar çoxdur. Yaxşı, bir iki maşının olsa, bəlkə artıraq, 3, 4, bir off-roader olsun, bir elektromobil, biri superkar. Bax, yəni, mən sənə cavab verim də. Təbii ki, avtomobil alarkən düşündürən nə olmalıdır? Yəni, yanacaq sərfiyyatıdır, ikinci əl satışıdır. Yenə başqası üçün alırıq maşını. Mən sayıram da, yəni indi reallıqları. Sonra kimin üçün alacaq, ondan sonra baxarsan. Yanacaq sərfiyyatıdır, ikinci əl satışıdır, müəyyən opsiyaları ki var deyirik, onu lüks göstərir də, yəni o opsiyalardır. Ondan sonra qiymətidir. Yəni bu faktorlar bəli, vacibdir. Amma yəni sən mənə indi sual versən ki, sənin üçün bəs bu necədir? Meyar nədir? Mənim üçün meyar nədir? Bax, bu sadaladıqlarım var ha. Bunlar hamısı boş söhbətdir mənim üçün. Yəni, mən bunları saymıram. Yəni, mənə əgər bir maşından, əgər mənim təbii ki, 2 dənə maşınım varsa, onda biraz başqa cürdür. Yox, mən bir dənə özüm üçün maşın alıramsa, ancaq özüm idarə edəcəyəmsə, mənim üçün onun ikinci əl satışı, onun yanacaq sərfiyyatı, nə bilim, onun zapçasının olmaması, onlar hamısı boş söhbətdir. Yəni, mən o maşından... Yanacaq sərfiyyatı necə boş söhbət? Boş söhbətdir. Mən o maşından o emosiyanı almaq istəyirəmsə, mən onu alıramsa, mənim artıq gözümə görsənmir ki, mən onu ikinci əl kimə satacağam. Heç onu mən fikirləşmirəm də. Emosiya qaz verirsən, 30 litr gözünün qabağında gedir 100 kilometrə. O sənin ayağından asılıdır da, qazı necə vermək istəyirsən. Yəni, sən o maşını istəsən qənaət də sürə bilərsən, qənaətli kimi də sürə bilərsən, istəsən də ki, 30 litr yanacaq gedə bilər. Amma mən ondan o emosiyanı alıramsa, yəni bugünkü günü, mənə o xoşdur. Hamı mənim kimi düşünür, xeyr düşünmür və düz də eləyir. Yəni, çünki hər kəs sənin özünü... Hamı sənin kimi düşünə bilər, amma cibinə baxanda görür ki, otur yerində deyir, daha elə düşünmür. Bax, deyirsən də onu. Mənim 6 silindirli bir fərqli vaxtlarda 4 dənə maşın olub da, 6 silindirli. Yəni, o motorla
mən olub ki, yanacaq sərfiyyatını özüm xüsusi olaraq ekorejim və s. yoxlamışam. Görüm mən bu motoru neçə litr yanacaqla sürə bilərəm. Mən həmən maşınları, yəni 8 litr, hətta bir də sonuncunu 7 neçəyə də salmışam. Yəni sürə bilərəm onu belə, sürmək olar. Hə, elə sürmək sənə o maşından həzz almağa elə imkan verirsə. get Prius al da. Amma mənə lazım olanda da başqa cür sürürəm də. Prius alsam mən ancaq Prius kimi sürəcəm, elə sürəcəm onu. Amma başqa cür sürə bilməyəcəm. Yəni məsələ budur. Amma yox, mənim 2 dənə maşın almaq imkanım varsa, təbii ki, mən sənə razıyam. Bir mənalı şəkildə mənim bir maşınım olar hibrid. Çünki mən hal-hazırda idarə edirəm. Hibrid maşındır, plug-in hibrid. Çox rahat, sakit, gündəlik mənim şəhərdəki işlər, işə gedib gəlməyə, görüşlər və s. çox razıyam. Yəni mən bir dəfə tam dolu çən doldururam. Həftədə bir dəfə də onu şarj edirəm polnu axıra kimi. Bir ay bu məni görür. Çox qənaətdir, sakitdir maşın, maşın genişdir. Bayaq dediyim o opsiyalar var. Gündəlik mənə kifayət edir. İllərdir avtomobil sektorunun içərisində olan adam, şirkətlərin rəhbəri, ölkəyə avtomobil idxal edən, onların opsiyalarını zavodlara sifariş verən, bütün konstruksiyasından, mühəndisliyi tərəfindən məlumatlı bir adam kimi və bu bazarı da onun maliyyə tərəfində bilən bir adam kimi sürücülərə tövsiyə, maşın seçəndə meyarları nə olmalıdır? Bugünkü günü əgər biz daha çox Çin maşınlarından danışırıqsa və bizi də bunu danışmağa məcbur edən faktorlar var da, niyə az öncə onları sadaladıq, indi təzədən ora qayıtmaq istəmirəm. Çünki nəinki bizim dünyada bu Çin avtomobillərinin payı artır. Birinci növbədə mən deyərdim ki, o brendin, hansısa brendi biz almaq istəyiriksə, onun qlobaldakı vəziyyətinə baxsın. Bunu mən deyərdim birinci növbədə baxsın. Çünki müxtəlif ölkələr üçün müxtəlif reqlamentlər var. O istehsalçı həmən ölkələrin reqlamentlərinə uyğun başqa-başqa avtomobillər buraxırsa, homoloqasiyanı keçirsə, bu o deməkdir ki, bu brend özünə çox ciddi investisiya edib. Çünki onlar havayi deyil. Onlar çox bahalı bir testlər keçməlidir, çox bahalı o sertifikatları almaq üçün böyük pul xərcləyirlər. Bu o deməkdir ki, bu brendin qlobal bazarda böyük hədəfləri var və ora yönəlib. Birinci növbədə mən deyərdim buna baxsınlar. İkinci növbədə həmən brendin tarixinə baxsınlar. Yəni brend dünənmi yaranıb? Yoxsa bu brendin də kifayət qədər nə olsun Çində yaranıb? Yəni 50-ci illərdən bu tərəfə Çində avtomobil istehsalatı başlayıb da, yəni olub, yavaş-yavaş inkişaf eləyib. Yəni baxsınlar, görsünlər ki, bu avtomobilin bir tarixi hara gedib çıxır. Tarixi böyük olan Opel, Peugeot, Volvo niyə Azərbaycanda satılmır? Biz indi Çindən danışırıq da. O ayrıca bir mövzudur. Onu indi bir biz gün onlar da yəqin ki, Çin də o yolu keçəcəkdir. O bir Opel vaxt olub ki, Almaniyada ən sürətli sedan Opeldə olub və çox kifayət qədər də bazar payı olub. İndi gəlib o vəziyyətə çatıb, buna indi bir çox problemlər var da. Mən prosta onu sadalamaq istəmirəm. Yəni, Azərbaycan deyil, qlobaldır, bəli. Var. Yəni, bugünkü günü o problemi Volkswagen yaşayır, yəni sənə deyim biləsən. Niyə yaşayır? Volkswagen pis maşındır? Yox. Mən çox sevirəm Volkswagen-i. Sevirdim daha doğrusu. Çünki 1, 2, 3 dənə fərqli Volkswagen olub. Yəni mənim üçün bəlkə də ən ergonomik maşındır. Amma bugünkü gün o maşın o vəziyyətdədir? Yox. Yəni mən ona görə mən seçimdə sadaladığımlar Çin maşınlarına aiddir də. Biz getsək ora tezdən gəlib bir də onu da başlayaq danışmağa. Ona görə onu danışmaq istəmirəm. Çünki Volkswagen onu başqa vaxt danışarıq. Onu başqa vaxt danışarıq, hə. Nahid bizim üçün başqa vaxt şərait yaradar, onu danışarıq. Yəni Çin maşınlarında 11 tarixinə baxmaq lazımdır. Startup olmasın. Çünki bax necə ki bir çox startup ləğv oldu. Tək Hi-Fi idi bəyəm. Gör nə qədər maşınlar var. Azərbaycanda səhv eləmirəmsə 1 2 3 dənə Hi-Fi var. Hi-Fi var idi, Neta var idi, nə bilim o digər bir çox var idi. Bu dəqiqə adlarını hamısında yadda qalmır, amma bir çox brendlər. Amma zaten onu Azərbaycan sürücüsü demək olar almır da. 1-2 nəfər aldı, bitdi. Ala bilərdi də, yəni təqdim olunsa ala bilərdi. Changan, BYD və digər məsələn markalar var da. Elə Wuling var, Omoda Jayco gəlib onlar var, GS-i var. Başqa var da var, nə qədər istəsən var. Qiymət faktoru birdən önəmli bizdə, qiymət özü bizdə önəmli faktordur da. Onu nəzərə alan olsa, alardı Neta-da. Neta gəldi bura, satıldı. Gör nə qədər satdılar. Yazılar qaldı, yəni maşın bağlandı, brend getdi. Hi-Fi indi heç o bahalı idi, bir neçə dənə var idi. Məsələn, mən özüm bir neçə brendlə danışıq aparırdım, yəni Çində. Onlardan məsəl üçün biri Jidu idi. Jidunun baxırdın çox qəşəng də maşınları var, orada sürmüşdüm. Məcbur edildilər ki, hə, davay bağlayaq müqaviləni, satış edək. Amma yəni mən o brendə skeptik yanaşırdım və
çox yaxşı ki, mənim o düşüncələrim reallıq oldu. Yəni mən vaxtında maşını idxal eləmədim, saxladım. Belə oldu ki, bankrot oldu, bağlandı və bunun kimi bir neçə şeylər var. Məsəl üçün yoldaşlar Daewoo markasını götürdülər bura. O Daewoo markası ilə o birinci dəfə 2022-də idi ya 23-də idi də bu Şanxay sərgisi olanda, 22-də səhv eləmirəmsə, mən onu birinci dəfə gördüm. Onlar təqdim edildilər. Ən möhtəşəm sərgi onda idi da. Bir çox yeni brendlər çıxdı. Daewoo Premium segment kimi təqdim olunur. Daewoo özü yəni elə deyildi. Sadəcə bunu yaratdılar. Özlərinin bir premium segmenti kimi maşınların qapıları yuxarı açılmaq və s. orada qəşəng sərgidə yerləri var idi və bunlar da mən uzun müddət danışırdım. Maşın maraqlı idi, qəşəng idi. Amma qiymətlərini görəndən sonra dedim, yoldaşlar, yəni sizin dediyiniz başqa şeydir də, yəni bu o satış verməyəcək. Və onlarla danışığı saxladım. Sonra bazarda Daewoo çıxdı və çox qısa müddətdə də ləğv oldu. Çox təəssüf ki, adamlar bağlandı, ləğv oldu, adamlar bankrot oldular. Çox təəssüf ki, o vəsaitlərini itirdilər. Yəni belə şeylərdən uzaq olmaq lazımdır. Yəni brendin tarixinə baxmaq lazımdır. Brendin tarixi varsa və eksportda sayıları güclüdürsə, bu məncə ən önəmli faktordur Çin üçün. Çünki eksport edirsə, bunu Avropa və yaxud Latin Amerikası, nə bilim, Yaxın Şərq, hər hansısa bir digər ölkələr alırlarsa, deməli burada nəsə var. Amma o risk həmişə var da. Məsələn, böyük bir Çin şirkəti sabahı gün hansısa bizdən asılı olmayan, yəni də bizim üçün ümumiyyətlə Çin balaca bazardır. Onlar üçün böyük ölkə, böyük bazarlar var və bizim bilmədiyimiz çoxlu səbəblər ola bilər. Dövlət investisiyasını ala bilməzlər, hansısa hüquqi prosedurlardan keçə bilməzlər. Şirkət, böyük şirkət müflis ola bilər. Misal, Yaponların məsələn çox avtomobil markalarına təhlükəsizlik yastığı verən Takata şirkəti bir gün məlum oldu ki, milyonlarla təhlükəsizlik yastığı problemli olub və milyonlarla avtomobilin geri çağırılması, təhlükəsizlik yastıqlarının dəyişməsi gətirdi çıxar ki, o boyda şirkət müflis oldu. Yəni o aqibəti indi hansısa ki, böyük Çin şirkətdə yaşaya bilər. Yəni o risk əslində həmişə var. Yox, o sənin dediyin çox o böyük riskdir. Yəni daha doğrusu çox az faiz var orada nisbətinə biz götürsək. Ümumilikdə həliyə qalsa gərək biz onda yəni almayaq da maşını. Hər bir maşının, hər bir nəinki maşını, lüboy istehsalçını, istənilən bir şirkəti o gözləyə bilər. Yəni düzgün olmayan bir qərar verilə bilər və o qərarın da fəsadı elə olar ki, şirkət işləməz, problem olar, bankrot olar. Amma hər bir halda biz artıq olanlardan seçirik axı. Bizim bugünkü gün nədir vəziyyətimiz? Olan bir neçə dənə maşın var, onlardan deyirsən ki, hansını seçəsən. Mən də deyirəm ki, seçəndə bax tarixinə, bax qlobaldakı vəziyyətinə, 3-cü rəsmi dillərdən al ki, arxasında dayanan bir hüquqi şəxs olsun. Ən azından hüquqi şəxsin qapısını döyüb, elə istər hüquqi tərəfdən, istərsə də belənçi müraciət edə biləsən. Çünki kənardan alınan maşına sən heç bir şey edə bilməyəcəksən. Həmin meyarları nəzərə almayan Azərbaycan sürücüsü problemlər yaşayır indi. Ehtiyat hissəsində bayaq dediyim kimi, bəli, yaşayırlar. Hələ indi az yaşayırlar, çünki maşınlar təzədir də, birazdan daha çox yaşayacaqlar. Yəni maşınlar köhnələcək, maşınlar təmir istəyəcəklər, bəli, yaşayacaqlar. Düzdür, tələb təklif formalaşacaq, yəni artıq bir müddətdən sonra onlar üçün də ixtisaslaşmış deyək, bir ustalar olacaq, ehtiyat hissəsi olacaq, amma hər bir halda problem yaşayacaqlar. Qısası, Azərbaycan sürücüsünün bütün bu meyarları nəzərə alıb seçim eləyib, yoxsa yox? İndiki bazarımızın vəziyyəti, yəni birinci suala qayıdıram. Avtomobil bazarımız nə gündədir? Mən cavabımı dəyişməyəcəyəm. Çünki birinci cavab avtomobil satışı ilə, onun biznes, kommersiya tərəfi ilə bağlıdır. İndi istehlakçı tərəfdən, müştəri, avtomobil sahibi tərəfdən avtomobil bazarı nə gündədir? Avtomobil sahibləri üçün, yəni sən bayaq düzgün vurğuladın ki, qiymət münasibdir. Yəni onlar üçün bəlkə də əlverişlidir şərait. Amma qısa müddətli. Uzun müddətli yox. Uzun müddətli baxırıqsa əlverişli deyil. Qısa müddətli bəli, bugünkü gün əlverişlidir. Əli, çox sağ ol. Sən də sağ ol. Təşəkkür edirəm.